Artıq bəlli olduğu kimi 2019-cu ildən etibarən Azərbaycanın siyasi mühitində yeni bir hava yaranıb və dialog platforması uğurla davam etdirilir. Ölkənin siyasi düşərgəsində təbii ki, qələbəmizdən sonra sürən hüquqlarımızın bütün ərazilərimizdə bərpasından sonra bu proses daha da intensivləşib. Azərbaycanın cüz istisna olmaqla siyasi partiyaların əhəmiyyətli hissəsi bir aradadırlar. Həm müharibə dövründə, daha sonraki proseslərdə fəal şəkildə iştirak edirlər, quruculuq, abadlıq işləri ilə tanış olurlar. Təbii ki, belə bir platforma ölkədə sivil siyasi münasibətlər sisteminin formalaşmasına ciddi təkan verir. Vaxtilə müharibə dövründə əgər siyasi partiyalar bir araya gələrək milli maraqlardan çıxış edirlərsə, bu gün artıq eyni qaydada quruculuq prosesində özlərinin fəal dəstəyini, mənəvi dəstəyini ifadə edirlər. Qənaətimə görə önəmli bir səfərdir. Həm görülən işlərlə tanışlıq baxımından, həm də siyasi partiyaların bir-biri ilə dialog qurması baxımından.